Hər vaxtınız xeyirli, uğurlu olsun. İdeyadan Uğur adlı podkastımızda sizi xoş gördük. Verilişimizin baş sponsoru Cibar platformasıdır. Bunu xəyal edən sahibkarların xəyallarını gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analogu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik. Uğursuz insan yoxdur. Uğrunun fərqində olmayan insan var. Qonağımız öz sayəsində uğur qazanan vizajist Nigar İbrahimovadır. Xoş gəlmisiniz Nigar xanım. Xoş gördük Elnarə xanım, xoş oldu. Verilişiniz uğurlu olsun. Təşəkkür edirəm. İzləyirəm və bəyənərək də, sevərək də qonağınız olmağa məmnuniyyət duyuram. Təşəkkür edirik qəbul etdiyiniz üçün dəvətimizi. Nigar İbrahimova kimdir? Mən əslində biraz belə təkəbbür kimi istəmirəm səslənsin. Əgər bu adımın cəmiyyətdə, ümumiyyətlə insanlar arasında daha çox, yəni əgər səs salmasının və ümumiyyətlə uğurlu bir xanım kimi Allahın mənə verdiyi bir naxışa görə deyərdim ki, yəni əslində mərhəmətli, vicdanlı, ədalətli, insanları sevən, heç kimsəni geri çevirməyən, bugünkü gün üçün özümü də məsuliyyətli bir ana, bunu mənim verdiyim özümə bir addır. Əgər bir insanın adının altında sadaladıqda nə durur deyəsən, yəni mənim üçün Nigar İbrahimova, bugün adı ona çalışan Nigar İbrahimovadır, yox. Adı üçün, bax bu əməkləri, bu adı qorumaq üçün, yəni bu formulanı həyata keçiribdir. Biz sizi çox sevirik bu arada. Mən də sizi çox sevirəm. Suallarımıza başlayaq. Nigar xanım, neçə illərdir artıq bu sahədəsiz? Bax, 26 il. 26 ildir. 26 ildir. Yəni Nigar İbrahimova adı üçün gördüyüm işləri görmüşəm. Amma institusiya olaraq artıq 18 ildir ki, institusiyanın bir heç düşünmədim brend olması üçün əlimdən gələn elm. Sadəcə olaraq adımın yanında belə bir qurumun olması və bu qurumun altında çalışan insanların, yəni özüm qədər məsuliyyətli olub, onların da bir gün, yəni bir podiumda doğru şəkildə bir ad qazanması üçün əlimdən gələni və gəlməyəni elədim. Yəni 26 il az bir iş, yəni deyərdim ki, peşəmdə stajdır da, yəni deyim. Bir igidin ömrü. Bəli, və burada da bir pəs etməməyim var. Burada da bir yorulmamağım var. Yorulsam da, yıxılsam da, üstümü sirkələyib həyata davam eləməyim var. Yəni bu rəqəm mənim üçün çox dəyərlidir. Mən onu heç bir zaman hədiyyə eləyə bilmərəm. İxtiyarım yoxdur. O qədər çətin bir sahə seçimsiz ki, əslində oxuduğunuz universitet də çətin bir sahədir. Kimya, biologiyadan vizajist olmaq, yəni belə deyim də böyük bir addım atmaqdır, başqa bir yerə keçməkdir. Necə oldu? Bax, o sahədə oxudunuz, təzədən vizajist oldunuz. Bu uşaqlıqdan gələnmi bir sevgi idi, bu sənətə olan sevgi idi? Mən belə bir ad qoyardım. Mən illərdən biz oxuduq. Bir müddətlər, yəni ailəmizdən olan bir təklif olurdu ki, sən həkim olarsan, o birisinə deyirdilər, sən hüquqşünas olarsan, müəllim olarsan. Yəni bizim ailədə də bu formalaşsa belə seçimi özüm elədim. Mən əlbəttə ki, hər kəs kimi imtahan verdim, universitetə girdim, kimya biologiyanın əyanisini oxudum, sonra qiyabisini oxudum. Qiyabini oxumaq o idi ki, mən özüm öz ayağım üzərində durum, çalışım. Mənim çevrəmdə öz ailəmə olan qayğılarım çox idi. Özümdən çox ətrafımda olan insanların qayğılarından yaşayan insan olduğumu o zamanım, bu zamanla dərk edirəm ki, mən artıq işləməli idim. Özüm özümə çalışıb, özüm inkişaf elətdirmək istədim. Çünki bir yerdə saymağı sevmirəm. Və o zamanı üçün də artıq gözəllik mərkəzlərinin birində kosmetoloq kimi çalışırdım. İnsanların üzlərinin problemi, dəri problemləri və ağır problemli üzləri hər zaman üzərimə götürürdüm. Və bu məsuliyyətdən də çox gözəl 20 yaşımda artıq ad almışdım. Nə mənada deyim? İnsanlar gəlirdi ki, burada bir Nigar var, istəyir bizim üzümüzdən bağlı bir diaqnoz qoysun. Məni görəndə deyirlər, bu qız o deyil axı, yəni bu uşaq bizim üzümüzə nə müalicə eləyəcək. Bax, bu hırsla özümü genişləndirdim. Biraz Moskvada oxudum, kosmetologiya sayəsində. Artıq bu sahəni inkişaf elətdirə-etdirə bir də gördüm, qarşıma bir pəncərə çıxdı ki, ümumiyyətlə makyaj akademiyası var, makyaj deyilən bir sənət var. Mənə maraqlı gəldi, bu qadınlara bağlı bir şey idi. Və mən dedim ki, niyə də yox, bizim çünki Azərbaycanımızda buna bağlı bir akademiya, universitet yox idi. Və bu da doğrudan bir elmdir.
elmdir. Yəni buna bir götürdün mamamızın, xalamızın kosmetikasından üzümüzə çəkdik deyildi. Bəli. Bunun bir texnikası vardı, bunun bir məktəbi var idi. Mən də o zaman üçün Dolores Akademiyasında kurslara gedirdim. Həmin salon işlətmə eğitiminə girdim 9-dan 11-ə qədər. Xüsusi bizim böyük bir konferans zallarında seminarlarımız vardı. Həm də paralel olaraq kosmetologiya sahəsi üçün getdiyimə görə arada 2-dən 4-ə qədər də makyaj dərslərinə girirdim. Və bu dərslərdə artıq özündə də, çünki hər oxuyan Molla Pənah olmaz. Düz. Gərək insanın bir içində də bu işə sevgi olmalıdır. Mənim də sevgim olduğumdan biraz da onun üzərinə duz istiyotu eğitimdə qoydum. Master klasslara qatıldım. Biraz Türkiyəyə, biraz Moskva şəhərinə, biraz Piterdə. Yəni mən bunları artırmaq üçün master klasslardan kvalifikasiyanı daha üstün bildim ki, mən gəlib ölkəmdə bir xanımın qarşısında bu işi performans olaraq göstərəndə daha peşəkar olum. Yəni mənim nə əlim əssin, nə səsim titrəsin, öz güvənim üçün bunu eləyirdim. Və öz güvənim üçün çalışaraq da birdən bir makyajçı oldum. Yəni elə bil ki, o zaman Tibb Universiteti var idi, başqa universitetlərin qızları elə bir vizit kartımı paylayırlar. Birini kefimdən bəzədim, o ona dedi. Birini üz müalicəsindən sonra, çox gözəl üzüm elədin, Nigar, bəlkə toyumun makyajını sən eləyərsən. Belə olaraq oldum bir vizajist, yəni belə bir səslənildi. Amma mən bunu oxuyaraq, bu günləri mən yetişdirdiklərimin içərisində mən və mənim çevrəmdə olan dəyərli qızlarım ki, peşəkardılar, deyirlər, Nigardan öyrənmişəm. Amma mənim Azərbaycanda öyrənəcəyim bir elm sahəsi yox idi. Və mən belə ünvaldan hər il dayanmadan 2000-lərə qədər, 2003-lər, 5-lərə qədər bunun üzərində çalışdım. Artıq 2005-lərdə ildə bir dəfə gedirdim. Hansı bir beynəlxalq elə bil ki, seminarlara, İtaliyada gedirdik. Deyək ki, ən çox Almaniyada olardı. Bunlar bizim üçün bir qatılım idi ki, biz yeni nə çıxıb və bunun adı bir status gedirdi. O statusun da eşqinə gedirdim. Bir sertifikat alırdım, sevinirdim. Oradan bir şey öyrənirdim. Bunlar məni daha çox gücləndirirdi. Və gücləndirdikcə də Azərbaycanda çalışdığım müddətdə, yəni işimə çox məsuliyyətli oldum. İnsanlarımı ilk növbədə çox sevdim. Nəinki vizajist oldum. Hər kəsin özünün yerində olmağa çalışdım. Onlara sevgi verdim. Onlara çantamda ən yaxşı deyək ki, bir markanın ən axırıncı bir tuşu var idisə, hamı işlədərdisə deyək ki, bir sadə markanı, hər kəsin bildiyi, mən işlədirdim daha bir lüks. Ən belə brendi seçirdim ki, bu xanım ona layiqdir, bunu ona eləyim, özümə istifadə et. Çünki o zaman üçün brend görsə də, brend aşılayaq beynində deyildi. Ən keyfiyyətli olsun ki, gözəl bir effekt olsun sonunda. Belə bu enerjini, bu auranı insanlara yansıda, insanların nazınla oynaya gəldim oldum bir Nigar. Yəni mən özümün keçmişimə baxanda çalışdığım əməyimlə xarakterimi də qoyuram. Çünki xarakter çox önəmlidir. Doğru. Çox böyük səbir istəyir bu iş. Sevgi istəyir. Can deməyi sevir. İnsanı anlamağı sevir. Sən ola bilər tanınmırsan, sənə Nigarın kaprizini eləyirlər. Amma sən mütləq şəkildə onu utandırmağa çalışmalısan. Heç də Nigardan əskik deyiləm. Bir səbirli olun, mən sizə istədiyinizi verəcəm. Deyib də o yola çıxan olmuşam. Çünki mənim dövrümdə də paralel olan 2-3 peşəkarımız var idi. Eynən. Artıq çalışırdılar onlar. Amma xarakter deyilən bir şeydən məni hər zaman qiyaslayırdılar. Ki, yox, Nigar üzü yoladır. Nigar Daha rahatdır. başa düşəndir. Nigar bugün evindən yüklənib, yoldaşından, ailəsindən, qaynanasından, evladından və yaxud da harasa yubanır. O verdiyi negativi onu elə gözəl mum eləyirdim ki, sevinə gedirdi və 2 qat da ödənişim eləyirdi. Yəni mən bunları öz rahatlığım üçün eləyirdim. Çünki mən bir xarakter göstərən insanın qarşısına bir xarakter göstərsəm, mənim heç bir zaman 11 dənə günlük gəlinimi idarə eləyənməzdim və bunu mən 18 il işlədim. Mən 18 ilin bugün çörəyini yeyirəm və mən o qayğıları verə-verə, o insanlara anlayışı göstərdə, ilk növbədə dedim ki, təkəbbür kimi çıxmasın. Yəni Nigar İbrahimovanın formalaşmağının altındakı o formulanın bir bəndi budur ki, mən hər zaman can deməyə bacardım. Ağlayanın gözünün yaşını sildim, ac olanı yedizdirdim və sonra çalışdım.
Bir də görsən elə həssas insanlar olur da, makyaja gəlib başqa qızlarım deyirdi ki, sənə lazımdır insanı, yedizdirirsən, içizdir. Deyirəm, o acdır deyən, onun aqressiyası daha yüksəkdir. Qoy onu yedizdirim, o bugün ailə qurur, hər şeyə həssasdır, onu yerində olmağa çalışdım. Amma yerində olmamaq üçün biraz daha sərt olanlarımız çox oldu. Bugün tələbatlıyam deyən məcburdur gözləməyə və yaxud da bunu biraz belə tavır göstərdilər insanlara, amma mən onların heç birini xoşlamadım. Hətta onların sevdiyi makyajı belə etmədilər. Dedi, belə mən özüm Bəli, eləyərəm. Mən olmaz. bilirəm nə Bir etməliyəm. dəfə bir gəlinim gəldi Yəni- ki, yanağıma pink rəngdə vurublar. Bəli. Gözüm üstə də sapsarı ten. Amma toyunda qız toyu mən olub, oğlan toyunda başqasına gedib. Gəldi ağlaya-ağlaya, məndə də bir 4-5 gəlin var. Çiynimi belə döndərdim ki, bu qızın üzünü yaxşı tanıyıram. Elə bir həftə qabaq məndə olub. Görmüşsünüz. Deyirəm, məndə olmusunuz. Niyə bəs indi gəldiniz? Deyir, toyumdur, amma ürəyimcə deyil, deyir. İndi utanır. Bəlkə də seçim eləyib ki, biri Nigarda olsun, biri filan kəsdə olsun, dəyişilik üçün. Qaynanam aparmış, dedim, lap yaxşı. Nə istəyirsən? Dedi, deyib, yox, gözlərimi bir dənə dəyişin, üzüm olsa da olar. Yəni, qızı elə bir podiuma çıxartmışdı. Fashion Week-də idi. Və bu gəlindi, bu oturur bəyin yanında. Bu sapsarı cücə rəngində teni vurmaqdan və bugün mən belə istəyirəm deməkdən bu insanın ürəyini qırmaqdır. Və mən onun üzünü dəyişdim. Heç də əsəbləşmədim. Getmirsən filan kəsə götürmürəm. Canımsa. Xeyr, o heç bir o sözü deməzdim. Belə orada olan 3 gəlin bir danlayış göstərdi ki, Nigar xanım, yəni o ağlayır da, onu araya salın və mən o qızı araya saldım. Yəni bu xarakterimlə Nigar olmuşam. Tək elə hər zaman deyirlər İradənin bacısıdır deyən şanslı olub. Nigar İbrahimov olaraq televiziyalar əlində olub. İnanın yox. Mən çox gözəl danışıb bildiklərimi maarifləndirdiyim üçün məni efirlər çağırırdı ki, bu qız doğrudan da nəyisə verir və insanlar oturur qələminlə, kağızınla mənim üz müalicələrimin tərkiblərini deyirdim, yazırdım. Makyajla bağlı gözəl bir fikir bildirirdim. Kimisi ürəyinə yağ kimi yayılırdı. Mən tələbatda olurdum, 10 dəqiqə artıq qonaq olurdum. Bunlar hamısı zamanla mən verdiyim enerji və əməyin bəhrəsidir. Əlbəttə ki, tanınmağımın da bir üstündə İradə kimi bacım olubdu. Elə o mənim vizit kartım idi da. 3 aydan bir klip çıxardırdı. Mən onu bəziyirdim və mənim işim işıqlanırdı. O da mənim bir xoşbəxtçiliyimdir ki, Allah mənə elə bir naxışlı bir bacı verdi ki, o da mənim bir görüntü olaraq üz qabığım idi. Yəni salonumun adı idi həm də. Onun kimi də paralel mənim çox gözəl üç cizgilərinə belə zövqlü müğənnilərim də olurdu. Paralel onları da sevə-sevə bəzəyirdim. Heç bir zaman qısqanılmırdım ki, Nigar tək bacısını gözəl eləyir. Yox, onun qədər də tanınan müğənnilərimizdə sevgi ilə çalışırdım. Onlar da mənim işimin vizit kartı idi. Bu ümumiyyətlə dünyada belədir ki, tanınan modeli, tanınan modelyeri, tanınan və yaxud da ki, müğənnini, aktrisanı çalışmaq sənin işinin bir də tanıtım tərəfidir. Yəni tanıtım və reklam tərəfidir. Nə xoşbəxtəm ki, o illərimə də rastlaşdığım çox gözəl zövqlü müğənnilərim olub. Bax, sizin seçdiyiniz sahə, gözəllik Bəli. sahəsi ümumiyyətlə biznes olaraq, xidmət sahəsi olaraq ən çətin sahələrdən Bəli. biridir. Oradakı o işçiləri idarə edə bilmək, yəni böyük səbir, böyük ürək, yəni psixoloji buna hazır olmalısan. Mən inanıram və bilirəm də, bunun şahidi də olmuşam. O qədər insanları yetişdirmisiniz ki, o qədər o insanlara çörək vermisiniz, peşə sahibi etmisiniz ki, bugün onlar başqa bir yerdə öz dili ustadına kəm baxır və Bəli. hətta başqa bir ifadələr də işlədirlər. Mən bununla bağlı mübarizənizi, bununla bağlı olan o xaosu necə idarə edirsiniz? Ümumiyyətlə insana pis təsir edər də. Yəni bunu necə idarə etmək olar? Əslində mən başqa bir pəncərədən baxıram bu işə. Birinci, uğurlu insanların hər zaman həyatında nankorlar ola bilər. Və yaxud da ki, idarə etmə işini artıq çiyinlərinə almısansa, yaxşılıq eləməyi də bacarmalısan. Çünki yaxşılıq normalda bilinçsiz olan bir şeydir. Yəni insan bunu bilinçsiz eləyir. Doğru. Pislik bilinərək elinir. Bilirsən ki, bu pisliyi eləyəcəksən. Çünki bu doğuşundan olan bir şeydir. Ya insan doğuşdan yaxşı doğulur, ya da insan pis doğulur. Amma bunun ortası da var. Zamanla insan pis ola bilər. Ki, mən nə qədər yaxşılıq eləyib yoruluram, pislik görürəm. Əslində, mən heç bir zaman yaxşılığımdan əl çəkmədim, bugünə qədər çəkmərəm də. Çünki mən yaxşılıq eləyərək xeyrini və mükafatını gördüyüm nigaram. Və mən bu cəmiyyətdə, əgər bu yükün altına girmişəmsə, istədiyim komandamla düzgün şəkildə idarə etməni bilməliyəm. Bunun da özünün
bəndləri var. Yəni mən eləyirəmsə bir insanı əgər bir öndə çıxardıramsa, Bəli. podiuma qaldırıramsa, onu bir statusdur. İstəyir saç ustası, istəyir kosmetoloq, istəyir fərq etməz makiyaj, hər öz sahəm üzrə mütəxəssislərdən yetişdirirəmsə və onu mən bir reysinə salıramsa və bu insandan 3 il, 5 il, olur bir də görsən 2 il sonra, hələ təzə yetişdirmişəm. Bismillah eləyib xeyrini özümə götürməyə çalışıram. Bəli. Bir investor kimi də Bəli, deyim. bəli. Mən bunu görmürəm. O zaman belə deyirəm ki, sənə verilən qonorar transferə gedir də deyə o insan. Sən onu getdin, yedin, bitirdin. O yerdə o məkan olaraq verdiyim diaqnozdan bağlandı. Sonra necə qazanacaqsan? Və yenidən məndən 2 il sonra görüşmək istəyir, yenə də qəbul eləyirəm. Siz qəbul Və edirsiniz. bəli, mən anlasın. pəs etmirəm. Mən ilk öncə də dedim ki, mən yorulmağı sevmirəm. Və mən o insanlara uzaq görənliyimlə, insan psixologiyasını, bu da məndə bir içdən gələn bir xarakterdir ki, insanları çözməyə çalışıram. Yerində olmağa çalışıram. Bir də görsən biri bir burun əməliyyatına 1500-dən ötürü məni satır gedir. Yaxşı, bugün o burun əməliyyatı nədir? Və sonra bu evin təmiri üçün olur. Bir də görsən biri bir bina tikir, deyir gəl sən oradan Novostroykadan ev verirəm. Qoy Nigarı gəl. Öz müştərilərim olub özdə. Bunu hamısı da bilir. Dinləyənlər də gözəl biləcək. Kimlərə danışıram o sözü, kimlərə deyirəm o sözü. Deyirəm tamam getdim. Bu pul da verdi sən və bunun üçün təmirini necə eləyəcəksən? Sənin axı müştəri bazan yoxdur. O müştəri bazalar burdadır. O düşünür gedəcək. Bəli, üçü gedir. Amma üçü də güc ordu demək deyil. Və getdiyi yerdə də burada aldığı qonorarı almır. Artıq o insanlara ucuzlaşıb yığır. Sizi bu qiyməti eləmək istəyirəm, bura gəlin. Və o müştəri də ora getmir. Və o zaman nə olur? Özünə zərər edir. Öz xarakterini. Bu yol pulusunu belə artıq assistentindən, qonumdan, qonşusundan alır. Demək ki, sən bunun gələcəyini gözəl görmək üçün, ay mənim yeni iş quran biznesmen xanımım, sən bunu köklü şəkildə neyinirsən Nigardan aparıb? Yetişdir, idarə etmədə bir yaxşı koordinator yetişdir, gözəl bir sənətkarlar yetişdir. Tək əldən səs çıxmaz. Mən hər zaman deyirəm ki, mən komanda olaraq tək ola bilmərəm. Mənim gücüm sizlərsiz. 3 oradan, 5 oradan kollektivimə deyirəm. Və mən onlardan varam, onlardan Nigar İbrahimovayam. Mən tək heç vaxt Nigar olmadım və heç bir zamanda tək çalışmadım. Mənim gözəl saç ustam, manikür ustam, idarə edən resepsiyonum, arxada mənim gözə görünməyən, doğru şəkildə müştərilərimə can deyib servis verənlərim oldu ki, mən Nigar oldum. Onları da daimi nankörlüklarıyla görə də utandırmağa çalışıb yanımda tutdum. Başqa cürə olmur. Sən bir insanı kəsib atdınsa, ondan gələn daha betər olacaq. Bəlkə onun nəyəsə ehtiyacı var, qonorarını artır. Nəsə bir söz demək istəyir, faizini artır. Ola bilər. Və sən axı sən seçilmişsən, sən təksən, onlar çoxdur. Sən onları bir şəkildə saxla yanında. O saxlamaq üçün də insanlığı birinci növbədə qoymalısan. Mən onlardan biri oldum. Ona görə Nigar oldum. Onlardan bir yerdə yeri süpürdüm, onlardan bir yerdə çay verdim, onlardan bir yerdə müştərimin pencəyini tutdum, ayaqqabısını bağladım hamilə olanımın. Mən sadəliyə, amma mənim ondan sui-istifadə eləyən də dəyərli müştərim olmadı. Çünki ilk növbədə duruşum var. O duruşumla mən insanları yanımda saxlaya bildim. Çünki insan heç bir zaman pula görə çalışmamalıdır. Pul özü gəlməlidir. İnsan heç bir zaman pulunun qabağına qaçıb kasıbını əzməməlidir. Mənim kasıb müştərim də var. Amma mən o yazılıbsa onu birinci başımın tacı eləyirəm. O birisinə də çox sevgi ilə, ona da demirəm, belə pis çıxmasın, sizin hər şeyiniz var deyin ki, yox. Ona da çox gözəl şəkildə yerində olmağı bildirirəm ki, o yazılıbdır, məsuliyyət daşıyıbdır. Onda başını qatıram, çay ilə, kofesi ilə, söhbətlərimlə onu idarə edib yola saldığım günlərim olubdur. Və bəlkə də onun çörəyini yeyirəm. Çünki mən heç bir zaman pula hörmət eləyib başıma qaldıracaq bir müştəri bazası axtarmadım. Axtarmayacam da. Onlar özləri məni axtarıb. Mən onlara can deyib evimi vermişəm. Buyurun demişəm. Amma hər şey gözəllikdən olacaq bir gözəllik mərkəzində də gözəllik və sevgidən olsun deyərək tərbiyələndirmişəm. O nankörlarımı da elə tərbiyələndirmişəm ki, siz də sabahları bir toplumda iş xanımına çevrilə bilərsiniz. Yanaşmanızı, insaniyyətinizi hər zaman birinci tutun. Çünki doğrudan da insan bu əlinlə verdi, bu əlinlə qayıdır. Loqamız deyiriksə bugün yaranır da ki, institusiya bir brenddir. Nigar İbrahimova varsa bugün onun çörəyini yeyirəm, adım mənə işləyir. Bunların hamısının arxa planında keyfiyyətli, insanları olduğu kimi qəbul eləyən
dəlisini dəli kimi, ağlısını ağıllı kimi, psixologiyasında problem olanına, işdə aqressiv olanına da olduğu kimi başa salaraq, çünki dialoq çox gözəl şeydir. İnsan dialoq eləyərək əlində tutmalıdır insanları. Evində uşağına baxanı, həyat yoldaşı, qaynatanı, qaynananı, rəfiqələri, komandanı. Hə, toplum olaraq insan var ki, çox pisdir. Artıq onu 1, 2, 3, 4 xəbərdarlıqdan sonra kəsib atacaqsan. Çünki sən onunla yürüyə bilmərsən. Və o yürüdüyün insan səni aşağıya dartacaq. Mən də çalışdığım qədər məni yuxarıya qaldıran insanların yanında olmuşam. Ki, ya ağıllı danışıq öyrənmişəm, ya ağıllı məsləhət almışam, ya ağıllı davranışdan özümə nəticə çıxartmışam. Heç bir zaman kötü örnəyin yanında yürüməmişəm. Çünki mən də elə ola bilərəm düşünmüşəm. Yaxşı bizimdir. Pis özünə qalsın. Bacarırsansa pisi də sən yolundan çıxart, yaxşı elə. İlk növbədə dedi yaxı, ya insan pis doğulur, ya yaxşı. Pisin də yaxşı adam var deyir ki, içimdə bir ilan yatır, neyim, istəyirəm elə kimisə çalım. Deyirəm, nə olar, burada yox, burada elə. Burada eləmə, burada eləmə. Zamanla görəcəksən ki, o pisdən qopursan. Və doğrudan da qopub deyir, indi rahat yata bilirəm. İndi çox yaxşıyam deyir. Artıq deyir, pislərdən dincəlirdim, indi yaxşılardan dincəlirəm. Bizim də gözəllik mərkəzimiz var. Hər zaman da bunu vurğulayıram. Çox çətindir. Nankörlər dediniz. Onlar elə bilirlər ki, bəzən ustalar, biz onları yetişdiririk, reklamına yatırım eləyirik. Yəni hər tərəfdən biz sahibkar olaraq bütün xərclər bizim üzərimizdə olur. Onlardan bir brend yaradırıq. Sonra elə bilir ki, bu evindən gətirib bu müştəriləri. Hər şey bunun elə var imiş, bu özü elə ulduz imiş və elə rahatlıqla gedir. Sanki düşünür ki, Nigar xanım, mən onsuz da ki, mən gedirəm, o məndən sonra işləyə bilməz. Elə başa düşür. Amma siz doğru vurğuladınız. Üçü gedə bilər. Amma onu yenə Nigar xanımın xarakterinə görə, duruşuna görə, xidmətinə görə, onun yəni digər işçilərinə olan hörmətə görə orada qalır. Bunu anlamırlar. Mən anlamırlar dediyinizi çox da doğru deyirsiniz. Anlamayan, yenə deyirəm, heç vaxt Elnar ola bilməz. Anlamayan heç vaxt Nigar İbrahimova ola bilməz. Bax, belə böyük hərflərdən deyirəm. Bilirsiniz niyə? Bu insanlar başa düşməlidirlər ki, problem investordadır, problem idarədən koordinatordadır ki, ondan asılılığını bildirir və ondan asılı üçün bir işçini yetişdirir. Amma ağıllı insanların 2-3 dənə elə nigarları olmalıdır ki, o mərkəz nigardan asılı olmasın. Mərkəzin adına gəlməlidir, mərkəzin ayağına gəlməlidir. Sən maksimum yaxşı sənətkarları yetişdirməlisən ki, o arxasına dönüb təkəbbürdən, belə yersiz lovğalıqdan mərkəzdə özündən razı gəzəndə sən onun balansını düzəltməlisən ki, səndən biri də var. Bax, mən hər zaman deyirəm, siz gedin, qollarımı çərməliyib, işıq da sönsə, ağacın dibində qaşda alaram, üzdə alaram, üz müalicəsi də eləyərəm, makyaj da eləyərəm, lazım olub manikür də eləyərəm, lak da vuraram. Hər şey eləyərəm. Bir saçdır, saç üçün çoxdur. Yəni, bugünkü günü elə bir zamanədə yaşırıq ki, çox gözəl inkişaf eləmiş ölkəyi, hər şeydə bacarırıq. Bacaracaq insanlarımız çoxdur. Yəni, bir insanın gözəllik salonunda bəzənəcəyi nə lazımdırsa eləyərəm. Və onlar da çox gözəl bilir ki, müdiriyyət bunun acizi olmamalıdır, müdiriyyət bunu göstərməlidir. O insanın da mən gedərəm, bura batar, bağlanar, adını qoymağın da səbəbkarı özümüzük. Biz ona o şəraiti yaratmamalıyıq. O gedərsə də getsin, amma o heç vaxtı nankörlük eləyibsə, yanlış hərəkət eləyibsə, üzr istəyirəm ifadəmə görə, yediyi qazana tüpürübsə, o heç vaxt xeyir tapmaz. Onun, bu həyat hər zaman mən deyirəm, cənnət, cəhənnəmdir. Mən də bunu babalardan, nənələrdən, həyat görmüş, şirkətlər işlətmiş insanların yaşadığı yaşamdan yəni bilikli olub, necə deyim, test eləyib nəticəmi və özümü 26 ildə başıma gələnlərdən yola çıxıb deyirəm ki, o insanlar heç bir zaman böyük uğura imza atmayacaqlar. Hə, mən də bir zamanlar hansı bir şirkətin işçisi olmuşam, böyümüşəm, amma halallaşmışam. İnsan üzüləcəyi bir yerdən, gedəcəyi bir yerdən çox sağlam şəkildə halallaşmalıdır. Ola bilər, sənin sayəndə o iş yürüyüb, orada çox insanlar çörək qazanıb. Amma durmalısın ki, buranın bir daşını, divarını, buranın bir adını, sanını, buranın bir qurucusu var arxada. Və sən heç bir zaman bu pulları töküb buranı qura bilmərsən, bu şirkəti quran böyük bir insanlar olubdur. Və sən də burada əməyin keçib, işıqlı olmusan, sayəndə burada bir canlanma olubsa, bu o deməkdir ki, səndən müdiriyyət asılı olmalıdır. Onu bildirən, yandıran işçi artıq özünə zərər eləyir. Çünki böyük danışan insanlar,
qabağında kimsə onu belə baş əyən insanlar heç bir zaman qabağa getməz. Ən gözəl sadəlik şirkətdə insanın özünün sadəliyi, insanın şirkətdə özünün doğru şəkildə düsturlu özünü aparmağıdır. Çünki bir insan yeyəcəyini, danışığını, görəcəyi, bir adam var ki, çox gözəl müştəri servisi verə bilir, yəni işi gözəl aparır, amma danışıq servisini verə bilmir. Bu insanların artıq özlərinə zərərləri var ki, bir gün arxaya dönürlər ki, mənim yanımda heç kim qalmayıbdı. Nə müdiriyyət qalıb, nə komanda qalıb, nə müştəri bazası qalıb. Yəni bu adam bir ən azından sorğulanmağı da bilməlidir. Bir evinə gedəndə, gecə patalkana baxanda papağını qoysun qarşısına ki, hesabat eləsin. Mən harda yanlışlıq elədim? Çünki insan öz-özündə də səhvlərini bilib böyüməlidir. Və səhvlər də insanlar üçündür. Mən də eləmişəm, eləyə bilərəm. O da eləyib. Əgər vaxtında səhvini eləyib, səndən yapışırsa xeyir tapacaq. Amma bir insan ki düşünür, tək mən, o Bağdadda mən kör xəlifə sözü, onu özündə yedizdirirsə, o adam artıq evi yıxıldı. O get-gedə bataqlığa gələcək və bizim üçün də bu həyatda Allah Taala 2 dəfə gülür. Sən birinə ya çox yaxşısan, ya da birinə çox yaxşı olub Allahın elədiyi yaxşılığın önünə çıxırsan, o sənə bir onda o səni bataqlıqda özü olub səni çəkəndə gülür. Yəni bir fikir olaraq istəyirəm beynimdəkini sizə deyim. Bir də sənin üzvü cıranda olur. Yəni sənin üzvə qaydanda olur. Yəni mən öz tərəfimdən bunun şahidi olmuşam ki, sən yetərincə, artığınca miqdarından artıq o insana çox yaxşı olmusan. Və o yaxşı olduğun zaman sən onu dibdə olduğunda, qaldıranda sənin Allah Taala gülür. Bir də o sənin üzvə çəmkirəndə, nankorluq eləyəndə gülür. Niyə? Çünki sən deyir məndən çox yaxşı ola bilmərsən. Mən bəndəmə bildiyim qədər eləyə bilərəm. Sən mənim üzərimə bildiyin qədər eləyib sənə təşəkkür eləsinmi məndən öncə? Çünki birinci qurban olduğuma təşəkkür eləməlidir ki, nə yaxşı ki, Elnarə xanım mənim həyatımda səbəbkardır. Birinci Allaha, sonra biz bəndələrə ki, o zaman onda qurban olduğumda balansı doğru tutur. Və imkan da vermir ki, onun içinə bir şey girsin. Yəni şeytan girsin. Çünki insanlar doğrudan fərqlidir və doğrudan da deyirlər ki, çiğ südənmişik. Və biz də qədərində çox yaxşı olmalıyıq. Birinə çox yaxşı olub da işlədiyim mərkəzdə o birisinə az eləməyim doğru deyil. Alma vermə dəngəsi var. Bəli, nənələr kimi. Elə bir dürümlərini eyni verirsən, amma böyük nə verirsən, sənə daha çox böyük verdim dürüm. Balaca deyir ki, sənə ən yaxşı çoxunu verdim. Amma balansı doğru tutur nənə. Və nəvələr də. Bu işdə də sənin bunlar balalarındır. Səndən ehtiyacı olan insanlardır yanında. Ehtiyacsız insanın sənin yanında nə işi var? Və biz onların harda səhv elədiklərinin də səbəbkar özümüzük. Heç nankorları çox qınamayaq. Səbəbkar özümüzük. Bunu mən artıq təcrübəmdə gördüm. Çünki biri yanlış yola gedir, deyirsən o yol pis yoldur. Gətirirsən yanıva, sənətkar eləyirsən, düzgün namusunla, əxlaqınla, şərəfinlə pul qazanan eləyirsən, o yanlış çıxırsa sənə qarşı, deməli biz haçansa doğru bölüşməmişik. Biz haçansa oturub bir stəkan çay içib, üz-üzə yaxşı danışmamışıq. Deməli zamanımızı vaxtında düzgün ayırmalıyıq. Başını buraxırıq pul qazanmağa. Bəli. O da istədiyini eləyir, amma bilmirsən arxada nə işlər çevirir. Gəlir nələr deyir. Adam var, müdiriyyət gələn kimi əlini alır dəsmalı, tozları silir. Aylardan heç o toz silmir. Nə qədər yandırır özünü və nə qədər gülürsən adama. Deyirsən, yəni belə olmada bu yəni prozraçni deyirik də, yəni şəffaf şəkildə sən bunu göstərirsən. Və yaxud da ki, insan var ki, bu bunun saçını eləyib deyən dayanmadan ona müştəri verir. Hansı ki, heç işini bəyənmir. Sadəcə olaraq bu bunun saçını elədiyi üçün başlayır onu iynələməyə, onu sındırmağa, bunu qaldırmağa. Bu da doğru deyil. Demək ki, müdiriyyət koordinatorun doğru seçməlidir və doğru balans yaratmalıdır. Çünki mən bu həyatın hesabatında özümdə təsdiq elədiyim bir şey var ki, sən danışaraq gözəlləşdirəcəksən bu həyatı. Danışmasan, səni çözməsələr, sənin xarakterini bilməsə müdiriyyətin kimdir? Çünki müdiriyyət var ki, həftələrdən işçisindən danışmır, aylardan. Sanki bu pul buraxıb, bu buranı böyüdüb, bu heç diyaloq eləməməlidir. Bunun bir dənə bildi, bilmədi, deyim bir peşəkar koordinator olsa gedib əllərindən öpəsən. Koordinator da yoxdur Azərbaycanda. Koordinator özüməm. İşə də özüm qaçıram, dövlət qurumlarına da özüm qaçıram. Makyajımı da özüm eləyirəm, idarə etməni də eləyirəm, telefonlara da özüm cavab verirəm, müştərimə gələndə çayın, kofesində servisini özüm. Bu da doğru bir şey deyil. Əlbəttə bir idarəçi üçün idarəçi olm, amma idarəçi işini aparmayanda sən də başını buraxmamalısan.
Tam oraya əmin olana qədər, odaqlana qədər işimin başında olmalısın. Yüzilliklərdən qeyd olunan brend mağazalar var, brend firmalar var. Bunlar niyə illərdən olur? Nənədən babaya, babadan nəticəyə. Çünki işi doğru idarə edən bir teoreması var bunun, düsturu var bunun. Onu ötürməlisən. Ötürməsən bu iş heç bir zaman və deyirsən ki, yoruldum, gündə bir açır, gündə bir mərkəz bağlanır. Niyə bağlanır? Çünki siz işi doğru aparmırsınız. Deməli işi qururlar, mərkəzi eləyirlər, aparaturadan tutmuş, bütün avadanlığa qədər alırlar. Sonra yığırlar. Nigar bir dənə filan saç ustası var, manikür ustası var. Ay balam sən neynəmsən? Sən onlar zəhmət olmasa birinci işçi komandavı yetişdir. Dünyanın hər yerində oxutdur. Bakıda varsa peşəkar qurumlar orada oxutdur. Ondan sonra bu işi qur. Sən bu işi qurursan, aylardan arenda ödürsən, içəridə işçi yox. Bu necə olur? Ondan sonra da başlayır avadanlığı satmağa, kira yazılmağa və təzədən deyir ki, gəldi, gələn də yığdı apardı. Yığıb aparacaq da sənin anı bəs arxanda zapasların. Bizim problemimiz odur. Biz bir işçiyə odaqlanırıq. Məndə 4 vizajist var, 3 usta var, 3 manikür var. Mən məcburam. Çünki artıq ağzım yana-yana, mən də böyüdüm. Və başqa yerlər transferdən hazıra nazır götürür aparır. Düşünmür ki, bu 11 işçini yığdın apardın, ay vicdanlı. Bəs buranın da daimi müştərisi olmursan. Bəs utanmırsan, bura bir dənə də usta qoy da, bu qapını açanda mən kimi seçiyorsa, birinin bu yaş saçını uklatka elətdirin. Düşünmür. Gedən də arxasına dönmür. Niyə? Həyatında görmədiyi bir rəqəmi görür axı. 2 illikdə gedir ona, deyir, ay Allah, mən bu pulu hardan aldım? Nə kəbinli kimi, nə qaytara bilirəm, nə çıxa bilirəm. İşdə yox. Bax, budur mövzumuz. Azərbaycanda tək bizim sahə deyil. Elə həkimlərin içərisində də var. Bu günləri kosmetologiya sahəsi inkişaf eləyib var. İstəyirsən televiziya sahəsi olsun. Bir kameramana möhtac olur, tapır. 4-5 dənə yetişdir də kameraman. 4-5 dənə olsun sən klinikanda güclü həkim. Elə bir həkimi psixoloq və yaxud da deyək ki, ən yaxşı peşəkar eləyirsən, yapışırsan ondan, o da gedir, gücləşir sayəndə. Elnarənin sayəsində tanıyır bir Nigarı, bir Əhmədi, bir Akifi, bir nə bilim Pakizə xanımı, böyüyür olur bir lichnost. Və sənin sayəndədir, onun özünü ayrıca qapını döyüb deməzlər ki, mən o Nigar xanımı tanıyıram. Biz də kimisə sayəsində səbəbkarlarımız olub, amma biz şükürlüyük. Şükürsüz insanlardan da yoruluruq. Burada bizim itirəcəyimiz nədir? Artıq verdiyimiz enerji. Zamanımız. Təzədən Elnarə xanıma bir qaş ustasını tanış elə, saç ustasını tanış elə, üzünlə bağlı üzünü tanış elə və yaxud da elə sahələr var ki, o artıq bədənini göstərir. Onu hər adama da göstərə bilmirsən. Artıq deyə bir kosmetoloq. Təzədən onunla tanış eləyənə qədər sənin enerjin gedir. Mən o enerjini yeni yetişdirdiklərimə xərcləyərəm də, başqa işlərimi görərəm də və yaxud da evdəki qayğılarımı həll eləyərəm. Bunlar bizi sadəcə uğraşdırır. Belə nə problemimiz var? Evdəki qayğılar dediniz, sizin işinizin çətin olduğu yəni göz önündədir. Kimlərlə də mübarizə apardığınız da göz önündədir. Amma itirməyənlərim də var, Elnarə xanım, sözü Əlbəttə, kəsirəm. yaxşılar da var. Yaxşılarım da var. Doğum şükürlər günlərim olsun. olur, bir post paylaşırlar, ürək sözlərini yazırlar. Onlara yazırlar ki, kim sizin olub da, yəni ilk əlinizdən tutan, Nigar deyirlər. Bunlar məni verdiyim əməyin halallığı deməkdir. Yəni mən onlar üçün maksimum elədiyimin özüm Allahdan yəni mükafatını almışam ki, mən onlara çox yaxşı oldum. Bu günləri nə yerimdə sayıram, nə çətinliklər görürəm, amma qlobal çətinliklər gördüm. 2020-21. Bunları niyə gördüm? Çünki bir də gördüm, girdim salona, 11 işçim administrator qarışıq aparıb bir xanım. Yəni adamın gözü doymur. Deyir, öz adını da qoyur ki, reklamlarda mən qoydum vakansiya, özləri gəldi. Sən hansı vəziyyətdə onu çağırmısan, onun SMS-lərinə qədər bilirəm. Kimə hansı rəqəmləri deyirsən. Sən heç olmasa günə 50.000 qazanansa, niyə bunu verirsən? Mən onu o pulu üst-üstə görmürəm. Mən onu xırda-xırda yığıram, o problemi həll edirəm, bu problemi həll edirəm. Yəni mənə də yoxdur, axı sən mənim dəyərli müştərim olmusan. Tamam, pulun çoxdur, olsun, daha çox olsun. Alqış eləyirəm pulu çox olanlara, ömür boyu da olsun. Olmayanlara əslən deyirəm ki, nəyinizsə doğru işləmir ki, pulunuz yoxdur. Yəni əməyinizdə yanlışlığınız var, hansısa bir doğru yatırsız, tənbəlsiz. Yəni nələrsə var, bunun altında bir altyapı var ki, insanlar yanlış yaşayır. Ona görə aşağıya çəkən insanlar yox,
yuxarıya qaldıran insanların yanında olaq. Var bu şeylər, amma və oturub da düşünürsən ki, bir insanın gözü doymursa, istəyir işçi kimi, istəyir pulu çox olan, o insanın heç vaxt nəfsi doymaz. O adam nəfsinə birinci hakim kəsilməlidir. O iş artıq mənə idi. Və mən o yanlışlıqlarla da rastlaşmışam, amma yenə demişəm ki, sənətim var gül kimi. Və görəcəyim işlər var, yetişdirdiyim tələbələrim var. Onlardan özümü hər Onlara zaman haqsızlıq etmiş olmayım demək Bəli, istəyirsiniz. onlara Yəni da eləməmişəm. Bu günlərdə yetişdirdiyim əxlaqlı, dəyərli xanımların evlərinə bir tikə çörək aparır. Mən çox xoşbəxtəm. Və bəzən göz yaşlarımla bunları dilə gətirirəm, məclislərdə danışıram, böyük bir auditoriyada söhbət edirəm ki, mən bu qızlardan fəxr eləyirəm ki, bunlar və hər zaman da mənim bir kolleqam var idi. Bu günlərdə, yəni belə hörmətli kolleqamdır. Mənə deyirdi, yığırdı, deyirdi, Nigar, sən ilan yetişdirirsən deyirdi. Bax üzümə yığır deyirdi, sən niyə bunu deyir, bu məsləyi deyir verirsən. Qoy 2-3 nəfər biz varıq da, ehtiyac deyil böyüdürsən bunları. Deyirəm bunların ehtiyacı var evinə, ailəsinə, evladlarına çörək aparırlar. Bunlar da bir qadınlardan danışıram da, güc tərəfdən olmalılar. Bunlar ayağı üstə durmalılar, əzilməməlidirlər. Mən üçün qadınlar hər zaman doğrudan da güclü görmək istəmişəm və güclü olan qadınlardan da fəxr eləmişəm. Çünki mən heç bir zaman ata, qardaş, həyat yoldaşı əlinin altında əzilən qadınlara hörmət eləmirəm. Onlara deyirəm ki, siz çox zəifsiz. Hər zaman güclü olun, öz güvəniniz olsun. Atanızın imkanı var, istifadə eləyin, sənət öyrənin. Yoldaşınızın var, eləyin. Yoldaşınızın heç nəyə yoxdur. Kasıbə ərə getmişsiniz, gedin, məcbur eləyin, sənət öyrənin. Və işləyərək də ailə idarə etmək olar. o qayğılardan dediniz. Hı hı. Məsələn, indi özü sizin uşaqlar Allah saxlasın. Bu Var arada olun. oğlunuz da şəkər, baldır, bal. Mən ona baxıram, ürəyim gedir. Bax, övladlarınız hələ yaşı azdır. Bu iş bir tərəfdən, bir tərəfdə sənət yoldaşları var, Bəli. hansı ki, həm müştərilər, həm dostlarınız olaraq tədbirlərə gedirsiniz. Bax, övladınızla vaxt az keçirirsiniz. Bu sizi incidirmi? Yəni ömrümüzdən gedir, amma bir də baxırıq uşaqlarımız böyüyür. Gedir ömrümüzdən. Nigar xanım bu hisslərlə necə yəni barışır, necə mübarizə aparır? O vaxtı necə bölüşüb çatdıra bilirsiniz? Allah bütün evladları var Amin, eləsin sizinkilərdən bir yerdə. Allah olmayanlara nəsib eləsin. Amin. Evlad ümumiyyətlə şərəfli bir ana adı almaq, evladın olmağı çox gözəl bir şeydir. Allah mənə onu biraz gec verdi. Mən çünki 33 yaşıma qədər dayanmadan, durmadan gecə-gündüz çalışdım. Yəni məclislər quruldu ki, mən məclislərə 10-da getdim. Dedim gələrəm, işlədim. Ətrafımda olan insanlar üçün işimi doğru şəkildə idarə elədim. Getdim, toya gec getdim, pulov verildi, getdim. Əziz toylarıma, qohum toylarıma gec getdim. Öz toyuma belə 9-da girmişəm zala. Təsəvvür eləyin də, yəni bunlar hamısı inanın. 9-un yarısı idi, mən yəni vağzalıydan içəri girdim. Qonaqlar altıdan yeyib içib Nigar gözləyirdilər. İnanın, yəni bunu indi baxanlar, görənlər gülərək də yadına salacaq. Evlad mənim üçün kaş ki 4 evladım olardı arzulamışam. Heç bir zamanda kimin ki çox evladı var, demirəm niyə özünüz üçün yaşamadınız, evladınız çoxdur. Hər zaman deyirəm kaş ki mənim olardı 25-də ailə qurmaq şansım. Oldu da, mən istəmədim. Mən özüm artıq pul qazanırdım. O zaman üçün deyirlər bıçağımın dalı qabağı kəsir. Mənim zəif oğlanla ailə quracağım ağlıma gəlmirdi. Çünki mən nə səsimin tonunu istəyərdim yoldaşıma qaldırım, nə evimdə belə əkə-məkə danışım. Çünki qadının bir qadın davranışı olmalıdır. İnsan pul qazandıqca səsinin tonu da dəyişir, yerişi dəyişir, duruşu dəyişir. Və mən o zamanda deyirdim ki, özü pul qazanan olsun, mən ailə qurum və biz bir yerdə çiyin-çiyinə evimizi, yükümüzü dartaq. Çünki mən qayğıları sevən adamam. Qayğılar da heç bir zaman bitməz. Və düşünürdüm ki, pullunun, oğlunun bir şey bacaracağı olmayan insanla ailə qurmaqdansa belə bir şansım da oldu. Az qazanan olsun, özü qazanan olsun ki, mən onunla yürüyüm və bir-birimizi anlayaq. Çünki pul qazanan deyir ki, mənim pulum var da işləm otur evdə. Bu mənim evimi yıxır. Və bir çox xanımların evini yıxıb bu məsləhətlər. Çünki özünün görəcəyi işlər çoxdur. O pərdə arxasını işləyən qadın görər deyə o zaman üçün deyirəm. Amma indiki zamanədə hər şey dəyişdi. İndi deyirlər çiyin-çiyinə çalışaq. Pul qazanan da deyir, pul qazanan xanımın olsun. Səndə 3, məndə 5 birləşdirək. Bu mən artıq cəmiyyətdə praktikamdan gördüyüm bir həyat tərzimdən bu əminliyi deyirəm. Amma
o qayğıların içərisində yaxşı valideyn olmağa zaman tapmaq, anaya ataya yetişmək, bacıya yetişmək, bacı evladına yetişmək, əminliklə olduğum əzizlərimə yetişmək. Mən bunlarla yaşayıb dincələn adamam. Mən işimi paralel yaxınlarıma da yetişməsəm depressiya düşürəm. Elə bilirəm evimdə yeyirəm, o adam evdə acdır. Elə bilirəm mən harasa yetişirəm, o adam bunu eləyə bilməyib. Bilirəm də onun da artıq deyirlər toxun acdan nə xəbəri var? Yalan sözdür. Toxun acdan xəbəri var. Sadəcə ya çox tox olmaq istəyir, acı görmək istəmir ki, neqativə köklənməyim. Bəli. Mənə nə var? Ya da ki, insan var ki, bax məni kimi fədakarlığı sevir, paylaşmağı sevir. İnsan paylaşdıqca zənginləşir. Kaşlokunda da pul artır, evində də işıqlanır evi, ruzu bərəkəti çoxalır. Bu həyat budur. Bəzən başıma bir ara bir iş gəldi. Yəni nə mənada ödəyəcəklərim çoxu, ödənişlərim oldu. Bir arxaya döndüm, dedim, ola bilər bu 20 ildə fitrəmi çox çıxartmamışam, az çıxartmışam. Elə onu da dedim. Ola bilsin ki, verəcəyimi az vermişəm, çox verməmişəm ki, başıma bu gəldi. Yəni bu qədər ödəmələr ödəyəsi oldum. Bax bu xırdalığı da bölüşüm ki, yəni insan üzərinə düşən məsuliyyət eləməlidir. Ana kimi yaxşı ana olmaqdan evin içində də doymuram evladımla. Çünki istəyirəm bir gün bütün gün onlara sarılım, onların günlük həyatında yediklərini, dişinin çıxmağını, yürüməyini, yeriməyini, yıxılmağını görüm. Amma bunları imkansız da eləməyim. Çünki bunları eləsəm, buradan işim 26 illik bir bəli, bütün yol işim pozulur. hədiyyə gedir də, yəni. Bir də ayılırsan ki, bəs bunlara nə yedizdirəcəksən? Bəs problemlər olan qohumuma necə yetişəcəm? Məndən istəkləri olanlar var. Mənim 22 illikdə bir iş nömrəm var. O mənim bir nömrəmdir. Ailə quranda da o nömrəydən ailə qurdum. Bugün də o nömrəydənəm. Həm işdir, həm şəxsi nömrəmdir. Və ora yazılan problemlər var. Bir də görsən heç sahəmdən qeyri-ixtiyarı nələrsə umub küsürlər. Və bu da mənim imkanımdadır. Yığıb Elnarəyə deməliyəm ki, Elnarə xan, filan kəsin sizin sahənizə işi düşübdür. Xahiş edirəm onu bir qəbul eləməyə dinləyin. Dinlətdirirəm də. Çünki bu imkanım varsa əlimdə. Niyə ağız açım? Adam var, limitimi niyə korlayıram? Bu zamanə üçün niyə yaşayırsan? Korla da bu limiti. Yaxşılıq üçün korlayaq da, pis şey üçün korlamırıq ki, demirik ki, filan kəsi pis yola çəkmək üçün ağız açırıq. Yaxşılıq elə, ağız aç, qoy sözün yerə düşsün. Bilirəm də düşməz. Çünki bunun əlində imkan var, qoy eləsin. Onu işə götürsün, buna sənət öyrətsin. Bu iş üçün bir cığır açmalıyıq. Amma bu bizim, yəni var öndə gedən insanlar, var öndə gedən, arxasına gedən insanlar. Bu doğuşdan belədir. Əgər səndə bu alınacaq bir şeylərin şansın varsa, sən bunlardan istifadə elə. Əmələ gələcəksə bir şeydə endirim, şans da varsa elətdir. Bir yerə gedirəm sağlığımla bağlı. Orada mən xeyir tapıram. Necə durum mən susum və bildirim. Mən desən ki, Nigar, çox gözəl, sağlıqlı şəkildə arıqlamısan və yaxud da ki, çox yaxşı olmusan. Niyə mən bunu deməyim ki? Hər şeyi paylaşmaq gözəl deyilmi? Üzümdə bir gözəllik olur, deyirəm, filan həkimin sayəsində. Sağlığımda olur, deyirəm, filan. Yəni, yaxşını bildirməliyik. Yaxşı üçün, mən indi bundan ötürdüm ki, mənim uşağım yeni dünyaya gəlibdir. Məni narahat eləməyin. Və yaxud da oxumayın, düzdür. Yox deməyi də bacarmalısın limitində. Mən gün ərzində 50 nəfərə çatanmaram ki. Amma bir can, narahat olma, sabah sənə dönəcəm də deyə bilirsən. Yox, əgər birinin yağı yanırsa, artıq qazanı qaynayırsa, ona anında yetişə bilərik də. Nə olar ki, bunu eləyəndə? Bizim üçün də eləyiblər də zamanında. Mən birdən-birə Nigar İbrahimov oldum. Ya mənim yanımda tanınmış bir bacım var. Elə özü-özündən oldu. Mən də ondan ötürü kiməsə ağız açdım ki, bu televiziyada, bu proqramda iradənin olmağını məsləhət görürəm. Burada yox. Və yaxud da özləri tələb elədilər iradə üçün. Mən də dedim ki, bacıma, filan müğənni yeni başlayıbdı, amma sənin yanında olmaq istəyir. Nə olar ki, buna okey verməyək? Qoy olsun da, biz hamımız birimizə yol açmalıyıq. Və gözəl şeylərdir, yaxşı şeyləri paylaşmaq. Və paylaşdıqca da həyatda hər şey artır. Dünya gözəlləşir. İşıqlar olur hər yerdə. Evində də işıq yanır, qazanında qaynayır, pulun üstə də pul gəlir. Sən yi, xəsis kimi otur, yoxumdur deyə bir qohumla da əlaqə saxlama. Yəni, bu nə qədər doğrudur? Bunlar necə yeyir, necə yatır, necə ümumiyyətlə vicdanları götürür? Yəni, insan qədrini bilmir, qoy bilməsin. Sən bəyəm sənə təşəkkür eləyib evində səcdə ayağı öpmək üçün, əli öpmək üçün yürsən, Allah yolunda elə.
Nə önəmi var ki, sən bunu eləyirsən? Bütün qohumların sən gələndə ayaq üstə durub ağ birçək ağsaqqal gəlir desin. Onu zaten deyirlər. Gərək elə üzvə desinlər. Və yaxud da ki, elədim yaxşılıq nə oldu ki? Pislik gördüm. Eyb yox, yenə elə. Sən onu utandırdığı qədər utandır, yerin dibinə sox, yaxşı əməllərini. O bir gün düzələcək. Və inanın ki, də düzəlir. İnşallah düzələrlər. Bəli, düzələnlər də var. Düzəlməyənlər də, yenə deyirəm də, ən azından bir yerimiz yaralanır, o yerimizi sağalması üçün görürsən ki, çox incidir, duzu bas, sağalacaq, amma biraz yandıracaq. Sən əgər çox incidirsə, bir müddət sonra balaca onun izi qalacaq, eyb yox. O da hər ildən bir yadıva düşüb görəndə xatırlayacaqsan. Neyniyək? Sənin qədrini bilməyən insanla nə qədər yürüməlisən? Bir yerdə də bir nöqtəni qoymalıyıq da, dur deməyi də bacarmalıyıq. Ona görə də o qayğılarsız da mən narahat olan adamam. Evladımı da çatmaq istəyirəm, iş yoldaşlarıma da, qohumlarıma da, yeni sənət öyrənənlərə də. Bəli, tükənirəm, amma güclü olmağa çalışıram, çünki başqa variantım yoxdur. Bəs tükənəndə nə edirsiniz? Tükənəndə gözəl təbiətimiz var. Rayonlarımıza gedirəm, biraz oradan dopinq alıram. Biraz arada biraz özümə 1-2 gün çəkilirəm. Özümü sevməyə başlayıram. Amma deyim sizə ki, 47 yaşım var, bu ildən özümü sevirəm. İnanın. 47-yə qədər sadəcə xərclədim enerji. Hər kəsə bəli baş üstə, bəli baş üstə. Narahat olmayın, problem yoxdur. Ya bu mənim ən şablon, ən vacib sözlərim idi. Bu dəqiqə həll eləyərəm. Mənə aid də deyildi, həll eləyərəm. Amma indi az-az ertələməyə başlayıram, amma yenə də canımda az yoxdur. Yenə də eləyirəm. Yenə də göndərirəm. Nömrə istəyənə nömrə, xahiş istəyənə xahiş. Bilirsiniz niyə? İnanın, elə bilirəm bəzən ki, bu insanlar üçün elə bilirəm də, yəni mən bu momentdə olmasam, onun işi 4 gün ertələnəcək. Amma bu momentdə elə bu işi reisə qoyuram. O sizin imanınızdan gələn Bəli, bir şeydir. bu qədər Çünki yəni. bunu Allah üçün edirsiniz, düşünürsünüz Bu qədər. ki, Hər şey Allah üçün. Allah bizim baş şah damarımızdadır. Danışırıq, yanımızdadır. Mən onunla yaşayıram. O hər şeyi görür, o hər şeyi idarə edir. Niyə deyirlər ki, aman da getdi, kubik düşmədi bunun başına, böyründən yan keçdi. Onun da çertyojunu çəkən Allahdır. Bəs Nigar xanım, məsələn, bu qədər 26 illik bir təcrübə, iş həyatı, geriyə baxarkən ən böyük peşmançılığınız nədir? Mənim həyatda ümumiyyətlə insanlar üçün də həmişə deyirəm. Birinci bunu fikir olaraq deyim, sonra bunun bir açıqlamasını verəcəm. Var insanlar ki, qorxmadan haçansa öləcəyini bilir. Bilir ki, bir gün öləcəyik. Amma adam var ki, qorxaraq hər gün ölür. Hər gün ölür də bu adam. Yəni, mən həyatda bir yaşamağımı özümdə əmin oldum ki, alnı açıq, sağlam şəkildə, şərəfli yaşa, hesabatı doğru ver. Çünki mən yenə də deyirəm, bu həyatın hesabatı çox ağırdır və indi ağırdır. O biri dünyanı neynirəm? Sən burada doğruları yaşa, orada da nə olar. Yəni, ola bilər ki, çox pislik eləyən insan var ki, gedər orada elə gözəl həyat yaşayar o biri dünyada. Amma mən bu dünya ilə barışan adamım və bu dünya üçün üzüm gülən adamım. Və həyata həmişə gülərək yaşayıram. Heç bir zaman pisimiz deyiləm. Çox optimistəm. Hər bir situasiyadan yaxşı işıqlı olmağının sonunu gözləyən adamım. Ki, buradakı böyük bir udar deyim də, yəni zərbə. Bax, buradakı böyük bir zərbənin arxasında çox gözəl bir şey gələcək deyib əmin olmuşam və olmuşam da. Yəni, bu mənim həyat yaşamımda, peşmançılıqlarımda da gücləşməyim olubdur. Mən çox hər bir peşmançılığımda da gücləşmişəm və bu həyata bağlanmağım daha çox elə peşmançılıqlarımda olubdur. İşimdə olmuşamsa deyək, sənət öyrədirəm də, heç də peşman deyiləm. Bir ailəyə evinə çörək gəlir, bundan gözəl nə var? Qoy ölənə qədər atama rəhmət oxusun, canıma dua eləsin. Və bu həyatda peşmançılığım odur ki, gec ailə qurmuşam və gec ana olmuşam. O da mənim əlimdə deyil, bu mənim içimdən keçən hissdir. Ki, kaş ki biraz, çünki mən bugün 2 yaşında oğlum var, 11 yaşında qızım var. Yəni, mənim yaşıtlarımın artıq nəvələri də var, biləsiniz. Bunlar üçün peşmanam ki, biraz da başım işdə. Çünki mən illər öncə elçi düşən insanla 14 il sonra evləndiyimə peşmanam. Ciddisiz. İnanın. Yəni, mən onunla 14 il öncə evlənə bilərdim. Özüm şərait yaratdım, getdi nişanlandı. Yəni,
Bu mənim əlimdə olan bir şans idi ki, bax ona peşmanam. Amma indi də deyirəm ki, olmalıymış da. Biz onunla gülürük. Deyirəm Ruslan, biz elə bu gün deyəsən evladımız dünyaya gəlməliymiş. Bu gün bizim yazımız yazılıbdı. Bu gün bu tarix. Çünki mən numerologiyaya inanıram, tarixlərə inanıram ki, mən elə 18 dekabr dünyaya gəlməliymişəm. 2013-ün oktyabrın 31-i toyum olmalıymış və yaxud da ki 2015-də qızım dünya. Mən tarixlərdən həyatımda yaşadığımı birləşdirən adamam. Ki 7-lər məni takib eləyir deyə, 7-lər mənim uğurumdur, 9-lar mənim. Doğrudan da elədir. Birdən baxıram nömrəm 79, birdən baxıram nömrəm 707, evimin adresi 7. İndiki özümün şəxsi artıq qurduğum iş 27. Yəni mən biixtiyarsız olaraq tarixlərə inanıram. Peşmanam dedim. Gecə ailə qurmuşam. Kaş ki 14 il öncə mənə elçi düşənlə bugün evladlarımın atası yox, o zaman olardı. Amma talih qismətdən də qaçmaq olmur. Amma sənətimlə bağlı heç peşman deyiləm. Çünki mən həkim olacaq deyildim, qandan qorxuram. Laboratoriyada işləyəsi deyildim. 10 il laboratoriya dediyin üzdən bağlı maskalar, dərmanlar hazırladım. Tərəzim orada, düzgünə düzgün müalicələrim burada. Bunları da elədim, bundan da zövq aldım. Amma bu peşəm mənə şərəf gətirən peşədir və bu peşənin də şərəfli tərəfləri var. Bəzən insanlar deyir, gözəllik mərkəzidir, adı o deyil. Amma mən inanın ki, son 5 ildə elə hörmətli kişilərin, elə hörmətli xanımların evladlarını yetişdirdim ki, bugün onlar imkanlı olaraq o ailəni saxlayan elə o vizajist xanımdır. O vizajist xanımın çörəyidir ki, evinə də pul aparır, anasına, atasına da baxır, evladlarına da baxır. Yəni, hörmətli işdir. Sadəcə hörmətli eləmək üçün sənin duruşun doğru olmalıdır. Doğru yerdə irəliləməsi. Niyə mənə filan kəs gəlir, deyir ki, mən qızımı sənə əmanət edirəm. Mənim gəlinimi sən bəzə. Buradan çıxır, yəni, burada olan düşərliliyə bağlayır. Bəzi bağlantılar var insanlarda. Bunların hamısını mən bu 26 ildə çox xoşbəxtəm ki, qazanmışam. Ki mənə bir xanımını, ailəsini, 15 yaşı üstü, 17-18 yaşında qızını əmanət eləyir və mən bunlardan yaşayanam, bunlardan xoşbəxt. Ona görə deyirəm ki, görəcəyim vizaj sənətində də heç də peşman deyiləm. Azərbaycan üçün hansısa bir vizajla bağlı akademiyanı yaratdımsa, sevinirəm ki, 3500-dən çox tələbələrim evinə çörək aparır. Azərbaycandan kənarda pul qazanır. Bugün mən Bakıda 250 dollara makyaj eləmirəm, amma Amerikada mənim tələbəm 250 dollara 15 dəqiqənin içində makyaj eləyir. Evinə pul aparır və çox da ali savadlı, yəni prokurorluğun 2-ci kursundaydı, artıq işləyirdi. Dedi, qoydum, getdim də istəmirəm, sənin sənətini sevirəm. Və bugün də oradan ondan pul qazanır, heç o üzrə çalışmır. Yəni bunların hamısı Azərbaycanımızda da inkişafında olan sahəni sevərək çalışan xanımların hamısına uğurlar arzu edirəm. Və bir insanın da niyə deyirəm ki, peşman deyiləm? Çünki çox şükür ki, mən zamanında nə yaxşı ki, bu sənətimi seçdim və bu günləri də bir ailəm, böyük bir ailəm üçün nə isə eləyə bilirəm. Bu nə isə eləməkdən də çox rahat yatıram, çox rahat dururam, çox rahat hesabat verirəm Allahıma, evladlarıma və onlara da zaman ayıraraq özünüz güclü olun, özünüz mən arxayın olmayın, atavız arxayın olmayın, özünüz arxayın olun və Allahınızdan gözləyin. Çünki sən doğru yaşa, tənbəl olma, sağlam yaşa, vicdanlı yaşa, inanın ki, mükafatı çox böyükdür. Və çox. Bu mənim iş həyatımda, yaşımda olan stajımla bağlı. Çünki mən 7 yaşıma qədər rayonda nənə yanında böyüyən bir nigaram. Nənə tərbiyəsi almışam, əmi tərbiyəsi almışam. Anamın, atamın özümü tanıyanda tərbiyəsinin də görücü olmuşam. Yəni nə görmüşəmsə pisi götürməmişəm, yaxşını götürmüşəm. Atamın yanaşmasına yanlış demişəm, anamın yanaşmasına bugün fədakarlığa okey vermişəm və deyirəm, nə yaxşı ki, mama, papamın bəzi xarakterlərini sinə gəlmişsən. Və həyatda da bu yaşam tərzimdə olacaq yaxşıların içərisindən demişəm ki, inanın ki, yaxşılar həmişə yaxşıdır. Yalan sözdür. Amma yaxşılar da çox altını çəkəndilər. Qoy elə çəksinlər. Amma rahatıq ki, evimizdə rahat yatırıq, evladlarımızla rahat dediyimiz yerə gedirik, gəzdiyimiz yerə gəzirik və yenə deyirəm, nə olur olsun, ali savadımızı alaq, amma sənət mütləqdir. Mən oğluma deyirəm, kaş ki, özünə Allah verən bir sənət olsun, amma musiqi sənətini seçsin.
Nə gözəl. Deyirəm ki, gələcəkdə ondan mən istəyirəm əlbəttə, Bəli. amma onun istəkləri artıq o formalaşan vaxtı ona bir sorğu-sual eləməliyəm. Amma bir sənəti olsun. İstəyir saç ustası olsun. Həkim olsun, amma yenə saç ustası. İstəyir makyaj eləyən olsun. Peşə sahibi olsun. Peşə mütləq olsun. Biz onsuz da elə bir dövr yaşayırıq ki, Mən bunu pandemiyada da gördüm. Eynən. Elə bir dövrdəyik ki, peşə mütləqdir. Özün üçün bir hörgü hör, bir paltar tik, bir nə bilim gözəl maşın təmir elə. Bugün maşın təmir eləyənlərimiz var ki, 1000 dənə 4 Eynən. eğitim oxuyan oğlanlarımızdan artıq pul qazanır. Çünki onlar tənbəldir. Onlar üzərlərində işləmir, inkişaf eləmir. Deyir, hara gedirəm, bağlıdır. Sən bir sənət öyrəndə, sənətdəki pul var. Amma özlərinə yedizdirmədikləri xarakterləri var. Yedizdirin. Başqa bir şey eləmirsiniz. Kimsə sumkasını daşımırsınız, narahat olmayın. Amma sənət öyrənmək özgüvən deməkdir. Doğrudur. Nigar xanım, baxın yaradıcı insansınız. Vizaj etmək, hətta kosmetoloq Ruha kimi bağlı bir çalışmaq, şeydir. bəli, kosmetoloq kimi çalışmaq belə bir xanımın üzündə nə çatmır, hansı bir toxunuşu etsək gözəl ola bilər. Yəni bunu ancaq yaradıcı insanlar bacara bilər. Hər kəs o üzün simmetriyasını Bəli. hiss eləyə bilmir, görə bilmir. Baxın siz bu yaradıcılıq hissini çevirdiniz böyük bir biznesə. Bəli. Bununla eyni paralel olaraq da bir tanınmış bir markanın rəsmi distributoru Bəli. oldunuz. Onu gətirdiniz Azərbaycana və bu günləri bütün demək olar ki 60-70% vizajistlər sizin gətirdiyiniz markanın məhsullarını istifadə edirlər. Hətta biz özümüz də alırıq, çox sevərək də istifadə edirik. Yəni Doğrudur. keyfiyyəti möhtəşəm, qiymət baxımından da belə digər markalardan, tanınmış markalardan Və üzümüzü dağ eləyir. eynən qiyməti daha uyğun, amma digər markalardan daha keyfiyyətli. O ideyanız necə yarandı? O markanı gətirə bilmək, cavan qız, necə siz bu bunları qədər düşündüm. təşəbbüslər göstərmisiniz? Bilirsiniz niyə? Yenə deyirəm, hər kəs uzaq görən olmur. Adam var bu günlə yaşayır, bu günlə oturur, bu gün var deyir. Amma əslində bu deyil. İnsanlar bəzən çevrəmizdən də ağıllanmalıyıq da. Bəli. Baxırsan ki, deyək, xalada nəsə çatmır. Bu gün illərin böyük bir iş adamı olubdu. Hansısa bir problemlə üzləşir. Oradan ağıllı olursan. Çevrəndə bir biznesmenin bir günləri çökməyini görürsən, oradan ağıllı olursan. Mən də bu işi quraraq dedim ki, mən vizaj sənətində 26 il oldum. Son 4 ildə az-az işləyirəm. İndividual çalışıram. Çox belə istəklilərimə baş üstə deyirəm. Bəs mən gələcəm belə indiki 47 yaşında nə edə bilərəm? Və yenə deyirəm, bu sənəti sevirəm. Makyaj sənəti mənim üçün bu ölkədə sanki elə bil bir balaca uşağımdır. Mən onu böyütmüşəm və bu günlər mənlə bir yerdə vizaj 26 yaşındadır kimidir. Əslində illərə dayanan bir böyük bir sənətdir, peşədir. Mən işlədiyim müddətdə də keyfiyyətli, kosmetika hər zaman üstünlük vermişəm. Çalışırdım, yorulurdum, hər zaman gedirdim, xaricdən alırdım, gətirirdim. Deyirdim, bir gün bunun bu gətirməklərinə Azərbaycana son deyəcəklər. Bir gün mən bunu 3-5 gətirməkdən deyil, hər dəfədə hər şey əldə edə bilmirsən və bizim istifadə elədiyimiz professional kosmetika növü Azərbaycanımızda yox idi. 2013-cü ildə 30 oktyabrda mən bunu düşünüb açılışını eləyəndə Alman brendinin və bu brend mənim üçün o qədər doğma idi. Mən çünki artıq 12 ildir mən bu brendi Azərbaycanda işlədirdim və mənimlə bir yerdə yeni peşəyə sahib olanlar biraz kəs ver mənə, biraz doğra ver mənə, hələ məndən alıb üstünü cırıb, altını başqa şey yapışdırıb satanlar da olurdu. Və mən bunu tələbələrimə məcbur idim gətirəm. Çünki mənim tələbələrim testerdən istifadə eləyib sənətkar olurdular. Bir günləri mən yoruldum. Moskva, Türkiyə, axırda mən bunu Almaniyadan birbaşa rəsmi artıq 80 ilin brendin Azərbaycandadır. Və 80 ilin brendi mənim, nəinki mənim, teatrımızda, tamaşalarda, kino setlərində, günlük makyajlarda, klip çəkilişlərində və bugün gözəllik mərkəzlərində o salon yoxdur ki, orada bir dənə qələmi, bir karandaş olmasın. Bunları da düşünməyim oydu ki, insanlara yaxşı və peşəkar verim. Çünki biri var, sadə bir markanı getdin, hardan saldın, istifadə edin. Bəli, o da bahalı ola bilər. Deyək Chanel. Amma Chanel mənim bugün Azərbaycana gətirdiyim Kryolan brendinin yerini verə bilməz. O yüngül, gündəlik, dekorativ gedir. Gözəlliyini satır. Bəli, bəli. Amma mənim istifadə etdiyim qablaşması o qədər də va olmaya bilər. Amma içindəki iş bir vizajistin 6 və 8 ay istifadə elədiyi ona yarayan bir şeydir. Amma bu o birisi markalar açdın 10 günə qutarır. Doğru. Bu marka isə səni üzvağ eləyir, 8 ay sənə çörək qazandırır və üzvü dağ eləyir.
üzdə olur şüşə kimi. Bugün şükür Allah teatr tamaşalarımız da alır. Bizim televiziyalarımızda çalışan qrimyorlar var ki, mən onları yetişdirmişəm. Onlar üçün də faydalıdır. Adi ev xanımlarımız üçün vizajistə getmədən bir sehirli bax o tonal kremi üzünə vurur, artıq hazırdır. İnanın mən də tonlaşma edirəm, deyirəm ha, bu. Və mən də uzaq görənliyimi qoydum ortaya. Artıq yorulmamaq üçün burnumuzun dibində o zaman üçün samolyota bilet almayan tələbələrimiz var idi, imkanı olmayanımız var idi. Bunun balaca boynu istəyir, böyük boynu istəyir, orta boynu. Mən bunları gətirdim ki, hər şey əlimizin altında olsun. İnkişaf eləmişik. Elə bizim də ölkəmizə yaraşan bir brenddir. Niyə də olmasın? Və o gün bugün 14 ildir ki, fəaliyyət göstəririk və oradan neçə qızlarımız, neçə oğlanlarımız bu sənətə sahib olubdur. Çox da xoşbəxtəm ki, hələ də davam eləyirik. Daha çox şöbəmiz açılsın inşallah. İnşallah açılsın. Siz bu zamanədən hər evin altında bir salonun olmağı, insanlar zamanı kısıtlıdır. Hər kəs deyir 10 dəqiqə. Çünki həyatda baxırsan öncəki kimi deyil, saat Düz. uçur. Hamı deyir ki, uşağıma yetişim, evimə yetişim, toyuma yetişim, hansısa bir önəmli işimə yetişim, işlimə ən azından yetişim. Bu bankda işləyən gəlib necə makyaj elətdirsin? Bugün onun özəl tədbiri var. O məcbur, elə özünü 15 dəqiqə orada bir tonla, bir qələmlə, bir qaşınla, bu da oldu full makyaj, heç ehtiyacı da olmadı, 50 manatı da qaldı cibində. Çox vizajistlərin işinə mane olub Bəli, onlar biraz, biləsiniz. çox yox. Onsuz da özəl günlərdə yaxşı vizajistlərimiz istədikləri zaman da ayaqlarına müştəri gətirir. Bu hamısı işini sevən peşəkara aiddir. Siz işinizi sevin, geci, tezi dönəcək. Müştəri sizə gələcək. Bu insanın xarakterinə bağlıdır. Gözü toxluğuna bağlıdır. Gözəl iş peşəkarlığını peşəkarcasına eləməyə bağlıdır ki, insan yanında bir insan. Mən inanın 26 illik bizsiz nə qədər telefonumda dönən insanlarım var. Və o insanlar, bəzən yeni insanları da həyatıma almıram. Deyirəm, yorulmuşam. Nömrə istəyəndə deyirəm, bu dəqiqə verəcəm və qaçıram. Niyə deyirəm? O sayğısızlıq deyil, artıq çox insan var çevrəmdə və bunlar hamısı nədən doğurur? Hər zaman yaxşını göstərib bölüşmək istəmişəm. Bugün sizdən ayrılım, 2 dəqiqə məndən nə istəsəz, adresinə qədər, nömrəsinə qədər, qiymətinə qədər deyəcəm. Və hələ endirimli almışamsa deyəcəm, sən də endirimli al. Ki, yararlan. Çünki hər şeydə insanın ehtiyacı var. Pul olan insanda endirimə ehtiyacı var. Niyə də yox? Doğrudur. Nigar xanım, bayaq qeyd etdiniz ki, mən müştərilərim kapriz etsələr də, nə bilim, çətin də olsalar, hətta ağlayanı olub, güləni olub, problem olub, mən onların hamısını bəlli bir şəkildə empati qurub, onları, yəni ürəklərini sevindim, ruhlarını belə deyim, qidalandırdım. Günüm xoş olsun deyə həm də. Eynən. Amma siz bir sənətkar bir bacınız var. İradə xanım. Bəli. Buradan da salamlarımızı çatdırırıq. var Çox olasınız. sevirik. Son zamanlarda belə deyim də ekranlarımızı gözəlləşdirir. Sağ olsun. Maşallah olsun. Geri dönüşünə çox sevindik. Bax, bir sənətkar bacı, yəqin ki, bacınızın kaprizləri, ərkiyanə olan kaprizləri daha çox olar. Həmən an Nigar Çoxdan da İbrahimova, baxın görürsünüz daha fərqli. Nigar İbrahimova həmən anda bacısıyla necə yola gelir? Nə deyirsiniz onda İradə Yaxşı xanıma? danışmağımız var. Şükür Allaha ki, birimizdən bölüşə bilirik. Yenə deyirəm, bir batareyanın minusu var, plusu Bəli. var. O deyək ki, mənim üçün olsun plus. Mən də minusam da, yəni fərq etməz. Yəni ikimizdən birimizik. Mən onu o şəkildə balanslaşmasam, o qoçdur. Yəni o mənə dikləşər. Mənim o yumşaq tərəflərim bacımı bir şəkildə. Çünki birinci ilk növbələrdə İradə burada qonaq deyildi. İndi artıq qonaq kimi gəlir deyə. Bəli. Bəlli bir günlərdə, özəl tədbirlərdə gəlir gedir. Ondan öncə də ilk İradə heç yox idi. İradə İbrahimova deyildi. Onda da onun kaprizi var idi. Bu artıq xarakterə bağlı bir fikirdir. Amma kaprizinin içində bacımdır deyə tərifləmirəm. Mən ona canım qurban. O doğruların kaprizindədir. Sadəcə olaraq mən biraz uzaq görənəm, daha çox aşılayıb, fikrimi böyük şəkildə izah eləyib ona çatdırım, o qısadan yola çıxır. Yoxdursa yoxdur, vardısa vardır və yaxud da ki, xarakter göstərir. O da onun xarakterinin, o xarakteridir ki, İradə İbrahimovadır. O da mənimlə bərabər minus getsə biz batardıq. Demək ki, o elə minus olmalıdır, mən plus ya da mən plus, o minus. Niyə? Çünki onun xarakteri onu böyüdüb. O sıradan bir xarakter deyil. Doğru. Xırda şeyləri var. O da özündə o səhvləri bilir ki, bəzən belə şeylər var, keçməliyəm. Amma mən o zaman nigaram, mən o zaman böyük bacıyam. Bunların heç birini ortaya qoymaram. Çünki onun işini idarə etməliyəm. Bir ulduz, o mənim üçün ulduzdur. Bəli. Və mən ulduzlarla çalışmışam. Bir ulduzun iç dünyasının qayğıları var. Sən insan olub, onun iç dünyasının səsini eşitməlisən.
Ki bu adam bugün komanda olaraq çalışırsa bir ulduzun yanında 15 nəfər ola bilər. Saç var, makiyaj var, maşın şofer var, prodüseri var, səs rejissoru var. Gedəcəyi məkandakı atmosferə görə, istəyir televiziya olsun qonaqlara görə, istəyir el şənliyi olsun, qarşısındakı olan bir başqa bir tanımadığı ailə ilə olan təmas kontaktına görə, arxadakı musiqiçilərə görə. Bunların hamısı üçün o həyəcan keçirir və o təkdir, komanda çoxdur. Biz onun əsl ulduz kimi podiuma çıxması üçün hər şeyi doğru şəkildə idarə eləməliyik və başa düşüb anlayış göstərməliyik. Yanlışını da qulağına pıçıldamalıyıq. Dikə-dik getməməli. Dikə-dik getdik, onun modunu salacaqsan səhnəyə. Onun televiziyaya modunu salacaqsan. Bu səfər nə olacaq? İstədiyin effekt olmayacaq. Onun üçün yanlışı o sonra peşman olacaq. Sən sonra deyəcəksən kaş. Ondan ötürü də can yandırmalısan. Ondan ötürü də hər bir ulduzun yanında ona can yanan olmalıdır. Onu dəli kimi sevən olmalıdır. Olmasa o ulduz heç vaxt parıldamayacaq. Çünki tək ulduz parıldaya bilməz. Onun komandası onu sevənlərdən olmalıdır. Ki onu bağlantılarını qursun. Elnarə xanımla, televiziyadan, jurnalistlə, radioydan, getdiyi məkanla və onu qorumalıdır. Ulduz qorunmalıdır. Çünki o təkdir və o əlçatmaz olmalıdır. O adiləşməməlidir. Burada da iradənin kaprizlərinin içində budur da, yəni bəndləri var. Bəzi şeylər var ki, o hər şeydə kontakta girə bilməz. Yəni az bir şəkildə bizim mövzularımız olur. Onu da ötüşdürməyə çalışıram, amma sonunda bacarıram. Ki bax burada bəlkə bunu belə eləyək, bunu 3 gün sonra eləyək. Çünki yanaşma çox önəmlidir. Evdə yoldaşı var, balaca 2 yaşında uşağı var. Düz. Elə danışıqsa iradəmə, fərq etməz yəni, dostları var. Hər şeyi gərək ötüşdürəsən, hər şeyə xarakter göstərmək olmaz. O xarakter sənin özünə lazımdır. Yaxşı sənətkarlar üçün də motivasiya çox önəmlidir. Adam var səhnəyə çıxır, 2 dəqiqə qalmış ona elə qanlı qaraldan söz deyir ki, digər sən bundan gözəl performans gözlə. Bunu saxla da bir gün sonraya, bunu saxla 3 saat sonraya. Yəni bəzən insanlar yanaşmağı bilmir, söz deməyi bilmir. Təsəvvür eləyin ki, evi qırmızıda keçirsən də. Yəni bununla necə belə bir işdə necə yürüdərsən və ondan böyük qala tikmək istəyirsən. Ona görə də min şükür Allahıma ki, yoldaşımın da, mənim də, çevrəmin də, yəni iradənin bu gün yanında olacağımdan evladlarımın da, bacımdır, birinci növbədə odur. Sonra əlbəttə ki, körpələrin mənə ehtiyacı olanda onları mən doğru şəkildə edirəm. Onun yanında olmaq mənim üçün yəni sevgi ilə, qayğı ilə də başqa cürə də ola bilməz. Allahdan da ki, bu dünyamızda ki, mən iradə kimi bacı ilə nəfəs alıram. Ümumiyyətlə, mən ailəmi çox sevirəm, ailəmə çox bağlıyam. Amma iradənin də layiqli bacısı olmaq, iradə də məni kimi bacıya layiqli bacı olmağı hak edir. Ona görə də onun yanındayam, həmişə də olacaq. Allah sevginizi daim eləsin. Amin. Nigar İbrahimova üçün uğur kodeksi nədir? İnanın ki, heç başdan 2000-lərdə, 1999-cu illərdə bu işlərə də başlayanda heç vaxt düşünmədim ki, mənim bir formulam olsun. Mən bununla yürüyüb 10 il sonra bugün üçün danışacağım ya 26 il sonra danışacağım. Bunlar heç bir şey insanın az yaşında necə formulaşa bilər? Gör-götür dünyasıdır. Sadəcə çalışırsan soyuq suyu üfrə-üfrə içəsən, vicdanlı yaşayasan, şərəfli olasan, kimsə səni barmaqdan göstərməsin, kimsə gedəndə arxanca gülməsin, özünü ifadə eləyə biləcəyin yerdə danışasan, doğrularla yürüyəsən, haqqa girməyəsən, nankor olmayasan, yediyin qazana tüpürməyəsən, bir yerdən getmək istəyirsənsə halallaşasan. Yəni bunlar mən eləyən, yəni çevrəmdə olan insanlara da doğru olmaq üçün yaşadım ki, mən çox qorxdum Elnarə xanımı itirməkdən və heç bir zaman da itirmək istəmirəm. Çünki ona layiq deyil. Çalışdığım qədər sizi qazanmaq üçün sizin rəğbətinizi qazandım. Sizə yaxşı oldum və olduğundan da artıq oldum. Hə, bunun içində yaxşı olmayanlar oldusa, bunun düsturunda mən yoxamsa, deməli mən o nigar ola bilmərəm ki, mən pis olam. Elə mən belə oldum ki, bu günləri o indekslərin ağırlığı var. O tərəzidə ağır gələn tərəfi var. Yəni sevgi ilə işi gördüm. Yenə deyirəm, ən belə insan da dibə düşən zaman olur da. O dibə düşən zamanında da özümü yargıladım. Heç kimdə, nə atamı, nə anamı. İnsan var ya, bir də görsən deyir ki, sən mənə heç nə eləməmisən. Ata-ananın üzünə ağ olur.
Yəni eləməmisən də və yaxud da varın olub, eləməmisən, dağıtmısan, bu gün mən deyək ki, kimsə qabağında işləyirəm. Bu cümlə nədir? Bu valideynə deyiləcək söz deyil. Valideyn sənin vasitəçindir. Səni dünyaya gətirib, bacardığın qədər, mən anamla bir evdə yaşayıram. Maksimumun üstünə qoya, başına tac elə. Yanlış ana yoxdur. Yanlış ana da ola bilər, yanlış ata yoxdur, o da ola bilər. Olur da, zaten o özünün düşmanıdır. O sənə düşman deyil ki. Yanlış valideyn ilk növbədə kimlərəsə şamil eləmirəm. Varsa da kiminsə ailəsinə bizi dinləyən, bizdən maariflənən ailələr üçün deyirəm. Yoxdur. Sən ona daha çox yaxşı. Adam var deyir, mən atamı bağışlamaram. Və bizi nə qədər bağışlayır Allah. Biz hər addımımızda səhvik, hər addımımızda günahıq. Göy biz elə doğru yaşayırıq, özümüz bilmədən qəlb qırırıq. Eynən. Və bizi necə bağışlayır qurban olduğum Allah. Valideyndir də, o beyni şuur o qədər inkişaf eləyib. 1000 qazanıb küçəyə verib, 100-ü gətirib evə verib. Elə düşünüb. Amma illər keçir o valideyn peşman olur. Sən onun başına vura bilmərsən. Sən filankəs oldun, mənə iş eləmədin. Mən indi bugün əziyyət çəkirəm. Çək də əziyyət. Əziyyət çəkmək üçün yaranıb da insan. İnsan keyfə baxmaq üçün yaranmayıb ki. Və onun da şirinliyi odur. Əməyin, əziyyətin bəhrəsini görməlisən. Biz də görməliyik. Mənim evladım da. Mən bugün xan bəy deyiləm ki, mənim evladım desin ki, mamam bugün müdürdür, 40 dənə işçisi var, misal üçün. Mənim üçün eləməlidir hər şey. Xeyr. 17 yaşın keçdi, oxuya işdə. Sən də ol bir şey və özün özünə ol nəsə. Məndən dəstək edirsən, şükür Allah. Mənim zamanımda dəstək eləyən valideynim olmadı. Bir dənə oxutmağı 11-ci sinifə qədər bacardılar. Oxutdurdular, müəllim yanına qoydular. Gerisini mən formalaşdım. Mən şuurum. Demirəm hər kəs qabiliyyəti ilə məndə olan uzaq görənlik olsun. Amma bəzən özünüzü də kör eləyirsiniz, ay insan və ay bəndə. Ki, hər kəs qohum əqrəbə imkanı var eləsin. Niyə eləməlidir ki? Sən bir özünü doğrud, o sən özü gətirsin, şirkətində işçi eləsin. Çünki insanlara əlvi verirsən, qoluvu istəyir. Yəni, bu insanlar doymur. Bu insanların gözü doymayacaq. Və düşündükləri qədər də maksimum deyir elə. Bir maksimum üçün sən neynəmsən? Adam var 3-ə 4-ə qədər yatır, deyir iş yoxdur. Olmayacaq da sənə. Onun altında nə indeks axtarırıq. Ondan nəsə çıxacaq yox. Və o adamlarla yürüməyə də dəyməz. O səni elə özü yanına aparacaq. Yəni insan ruhdan düşür. Vallahi deyirəm, mən yoxdan var olan nigaram. Heç nədən, yəni heç nədən. Üz qaşı almışam, lipçuka eləmişəm, makyajlara keçmişəm, üzləri çisk eləmişəm gecə 11-ə qədər, problemli üzləri. Və mən hörmət, izzət, sevgi, insanlıq, məsafə ara qoyaraq insanlar qazanmışam. Heç kimin qazanına girmədim, heç kimin puluna görə artıq pul demədim. Bugün bunun pulu var, buna çox deyim, o birisinə az deyim. Xeyr. Bugünə qədər də 26 ildə qiymətim deyinir, inanırsınız? Hələ öz mərkəzim ola. Şəxsi mərkəz. Qiymətim, ay qiymət qaldırım, ay nə bilim insanların tayfasına görə qiymət oxuyum. Xeyr, kim nə veribsə də özü artıq verib. Təşəkkür eləmişəm. Ki, sağ olun, dəyər vermişsiniz. Hər zaman da dəyərli olun. Bu da mənim indeksim, yəni. Bu danışığımızdan bir nəticə çıxardan, nə xoşbəxtəm ki, çıxarda biləcək. Mən əminəm ki, yararlanacaqlar. Nigar xanım, sizə dərin təşəkkürümü bildirirəm. Mən Gəldiyiniz üçün. Xoş söhbətləriniz üçün, həqiqətən də maarifləndirici fikirləriniz, ifadələriniz üçün. Sonda ənənəyə sadiq olaraq bütün qonaqlarımıza bu sualı verirəm. Bizim verilişimizlə bağlı təəssüratlarınız. Sizin bir 10 dəfə önümə çıxıb və xüsusən də sizi izlədiyim üçün verilişlərinizə baxıram. Ümumiyyətlə Elnarə xanımın bacarığı, yəni məndən eşitmiş olsun sizin də tamaşa. Bu mənim bir 15 ilin üstüdür. 17 il olar ki, mən sizin iş həyatınızı, apardığınız rolu, yəni bir insanın bu həyatda bir rolu var. Siz onu çox gözəl icra edirsiniz. Bir yaxşı evlad kimi, yaxşı dost kimi ilk növbədə dostluğunuzu görmüşəm çevrənizdəki insanlara. İnsanlara yararlı olmağınız üçün faydalı insan çox önəmlidir. Mən el adamları qoruyuram. Mən bir insan faydalı olanda onu tanımağa çalışıram. Deyirəm, bir dənə onu tanısaydım, görüm ondan nəsə öyrənəcəm mən. Ki, o adam çox faydalıdır. Faydalı insansız ailəvizə, evladınıza, dostlarınıza. Və veriliş olaraq da mən bir missiyavızı gördüm ki, yəni sizin verilişdə mütəxəssislər olsun, peşəkarlar olsun, yüksək, ali savadlı insanlar olsun, cəmiyyətimiz üçün faydalı və gözəl işləri görməyə imza atırsınız, daha uzun ömürlü olsun. Çox gözəl təəssüratlarım var. Sevirəm verilişinizi,
daha çox izləyiciləriniz olsun. Minnətdaram, Daha çox gözəl, sağ ol. arzusunda olduğunuz qonaqlarınız olsun. Ki İnşallah. o qonaqlarla üz-üzə oturasınız, tet-a-tet onların da gözəl fikirlərinizi onlardan belə çəkib insanlarımıza ötürəsiniz. Yəni mənim də sizə arzularım budur. Alqışlayıram, sevirəm sizi. Komandanızı da, əziyyəti keçən insanları da. Çox sağ olun. Çünki bu mikrofonun, bu işıqların, bu kameranın arxasında tək Elnarə deyil, böyük bir Eyni. ordu var. Uzun ömürlü olsun Çox verilişiniz. sağ olun. Təşəkkür edirəm Mən bir daha. təşəkkür Sizi edirəm çox ki, sevirik. saydınız, çağırdınız. Yenə də sevə-sevə inşallah bir gün yenə qonağınız olaram Mütləq. və Yeni filial açanda gələcəksiniz İnşallah, bəli. Nigar xanım. ki daha faydalı işlər görək. Çox sağ olun İnşallah, ki, bu minnətlər. gənc yaşda sizin də bax belə faydalı işlərinizi ara sıra başqa verilişlərdən, başqa verilişlərdə gördüm və orada da gözəl işlərinizi qoyub getirsiniz. Yəni bu işiniz də yeni uğurludur. Daha çox yenə deyirəm, sizin üçün də deyirəm ki, elə mənim üçün də bizim bu günkü gün tarixindən sonra arzuladığımız işlərə imza ataq. Nələrdə yarımçıq qalıbsa, onları həyata keçirək. İnşallah. Təşəkkürlər. Çox sağ olun. Mən təşəkkür edirəm, var olun. Bax belə, bugünkü verilişimiz də sona çatdı. Deyirlər, gözəllik dünyanı xilas edəcək. Bəlkə də bu xilas yolu iç dünyası gözəl olanlara aiddir. Elə bugünkü qonağım kimi. Və sonda yenə xatırlatma edim ki, verilişimizin baş sponsoru Cibaru platformasıdır. Gələn görüşlərə qədər. Bunu xəyal edən sahibkarların xəyallarını Gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analoqu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik.